2026-cı il sübh tezdən Bakıda günəş yenicə doğur və biz doğma Özbəkistana yola düşürük. Beləliklə 2 saat yarımlıq rahat uçuşdan sonra Daşkəndə endik. Özbəkistan Azərbaycan prezidentini qarşılamağa çox ciddi və çox yüksək səviyyədə hazırlaşır. Azərbaycan biz üçün qardaş, birodar. Biz bir-birimizni tushunamiz, biz bir-birimizga intilamiz. Ozarbayjonliklar kelsa biz xursand bo'lamiz. Biz Ozarbayjonga xursand bo'lib yugurib boramiz. Albatta so'nggi yillarda O'zbekiston va Ozarbayjon o'rtasidagi hamkorlik yangi bosqichga chiqqanini ko'rishimiz mumkin va bu hamkorlik aloqalari davlatlarimiz rahbarlarining siyosiy irodalari tufayli desak ham bo'ladi va Mana shu prezident pulida faoliyat yuritayotganimdan beri birinchi ko'rgan prezidentim bu Ilhom Aliyev bo'ladi. Men xorijlik prezidentlardan va o'shanda YGT sammiti O'zbekistonda aynan Toshkentda o'tayotganda Ozarbayjon ham kelganda, umuman bugun bilamiz, biz Ozarbayjonlar bilan bir xalqmiz, qardoshmiz, biz bir-birimizni hech qanday bir tilmochsiz, tarjimonsiz tushunamiz. Bəli, Buxara beynəlxalq hava limanı Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı vaxt ilə qarşılayır. Şən musiqilər, şux rəqslər.